Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda evdə asan üsulla ayaq yolunu necə təmizləmək olar onu sizə çəkib göstərəcəm. Bunun üçün 3 yemək qaşığı adi paraşokun üzərinə 2 dolu yemək qaşığı narın duzu əlavə edirəm. Təxminən 2 qaşıq spirt əlavə edirəm. Spirt olmasa onu adi araqla da əvəz etmək olar. Yarım stəkan da sirkə əlavə edirəm. 1 stəkan suyu da əlavə etdikdən sonra qarışdırıram. Qeyd edim ki, istənilən sirkədən istifadə etmək olar. Hazır məhlulu butulkaya əlavə edirəm. Bu məhlulu butulkanın içərisində ən azı 10 gün saxlamaq olar. İstədiyiniz zamanda götürüb təmizlik vasitəsi kimi istifadə edə bilərsiniz. Unitazın üzərinə, içərisinə, hər tərəfinə hazırladığım məhluldan əlavə edirəm. Məhlulu əlavə etdikdən sonra ayaq yolunun üzərini, içərisini təmizləyirəm. Hər tərəfini yaxşı təmizlədikdən sonra ən azı yarım saat, 20 dəqiqə qalmalıdır. Ondan sonra üzərini təmiz-təmiz yumaq lazımdır. İçərisin və dip hissələrində şotka yardımı ilə təmizləyirəm. Yarım saat sonra təmiz su axıdıram. Sonra su ilə hər tərəfini yuyuram. Unitazı bu məhlulla 1-2 gündən bir təmizləsəniz, içərisində ərk və kir qalmaz. Həm də ki, pis qoxusu getmiş olar. Gördüyünüz kimi içərisi tərtəmiz oldu. Bu üsulu sınamağa dəyər.